Selamünaleyküm. İstedim biraz gülam hakkında məlumat vereyim. Buna başqa adlar da var. Pelqa da deyilir, arı çörəyi də deyilir. Ümumiyyətlə arı çörəyi güləm arının özünün hazırladığı, heç bir insan müdaxiləsi olmadan hazırladığı təbii bir qida vasitəsidir. Bunun tərkibində bal, propolis, çiçək tozu və arının mədəsində olan bəzi fermentlər var ki, o özü bu qarışımı hazırlayır. Və arının təzə balalarının, yeni balalarının 5 günlük qidasıdır. 5 gün ərzində balalar bununla qidalanırlar. Mükəmməl enerji deposudur. Halsızlıq vaxtı, yaddaş zəifliyində, xərçəng xəstəliyi müalicəsində istifadə olunur və bir çox xəstəliklərdə, bir sözlə desək, min bir dərinin dəvasıdır. İstəyən olsa müraciət edə bilər.